86-cı sünnə Məhərrəm ayının orucunu tutmaqdır. Allah Resulü buyurur ki, Ramazandan sonra ən fəzilətli oruc Məhərrəm ayının orucudur. Fərz namazlarından sonra ən fəzilətli namaz gecə namazıdır. Ona görə də Məhərrəm ayının orucu, Ramazan orucu gəlməmişdən öncə Ramazan ayının orucunun hökmündə idi, yəni vacib idi. Ona görə Ramazan orucu gələndən sonra o müstəhəb, yəni sünnə orucların içərisinə düşdü. Və Məhərrəm, bilirsiniz ki, Məhərrəm ayı həmin o orucun tutulma səbəbi Peyğəmbər s.ə.v Məkkədən Mədinəyə gələndə görür ki, Yahudilər toy bayram edirlər, deyir, nə olub? Onlar deyirlər ki, bəs bu günləri Musa əleyhissalamın Firondan Allah Taala'nın azad etdiyi, qoruduğu bir gündür və Allah Resulü buyurur ki, biz Musanı sizdən də çox sevirik və əmr edir ki, Məhərrəm, yəni ayın aşura gününə deyik, yəni Məhərrəm ayının 10-cu günü, ya 9-10, ya da 10-11, yəni oruç tutmağa Peyğəmbər s.ə.v əmr edir.